Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək bugünə hansı maraqlı və vacib tibb xəbərlərimiz var. Süni intellektlə yeni nəsil xərçəng vaksinləri hazırlanır. Bir sıra biofarmasevtik şirkətlər bu vaksinlərin terapevtik əhəmiyyəti olduğunu iddia edirlər. Yəni, xərçəngə iynələrlə qalib gələ biləcəkmi sualının cavabını çox yaxın tarix bizə göstərəcək. Süni intellektlə yeni nəsil xərçəng vaksinləri hazırlanır. Koreyada klinik mərhələdə fəaliyyət göstərən biofarmasevtik şirkət AstraZeneca xərçəngə qarşı yeni nəsil terapevtik vaksinlərinin hazırlanmasını dəstəkləmək məqsədi ilə Collaborative Drug Discovery şirkətinin təhlükəsiz elmi tədqiqat platforması olan sistemini tətbiq etdiyini elan edib. Bu platforma AstraZeneca-nın süni intellektlə xərçəng vaksinləri üzərində apardığı elmi araşdırmaları daha nizamlı, sürətli və təhlükəsiz edəcək. AstraZeneca mRNA, DNT və peptid əsaslı innovativ xərçəng vaksinləri hazırlayır. THVac platforması süni intellekt və kompüter modelləşdirməsini dəqiq immunoloji seçimlə birləşdirərək spesifik, güclü və davamlı immun cavabı yaradan antigenləri müəyyən etmə imkanı verir. Fərqli bioloji məlumatlar süni intellektlə analiz edildikdə xərçəng vaksini daha tez, dəqiq və çox xəstə üçün uyğun şəkildə hazırlanır. Yuxulara istinadən 100-dən çox xəstəliyin diaqnozunu qoymaq mümkündür. Bunu alimlər necə ediblər bilmək istəyirsinizsə, diqqətlə izləyin. Yuxu 100-dən çox xəstəliyin diaqnozunu qoyur. Amerika Birləşmiş Ştatlarının Stanford Universitetinin alimləri süni intellektin cəmi bir gecəlik yuxu məlumatları əsasında 100-dən çox xəstəliyin riskini müəyyən etdiyini aşkarlayıb. Sleep FM adlı yeni böyük dil modeli beynin elektrik aktivliyi, ürək döyüntüsü, tənəffüs, göz və ayaq hərəkətləri kimi göstəriciləri təhlil edərək insanın gələcək sağlamlıq risklərini proqnozlaşdırır. Model 1999-2024-cü illər arasında 65 min xəstədən toplanmış 580 min saatdan çox yuxu məlumatı üzərində öyrənilib. Məlumatlar 5 saniyəli intervallara bölünərək süni intellekt üçün yuxunun dili kimi istifadə olunub. Xəstələrin tibbi kartları ilə birləşdirilən bu məlumatlar modelə Parkinson, Alzheimer, demensiya, ürək-damar xəstəlikləri, infarkt, süd bəzi və prostat xərçəngi kimi xəstəlikləri ən azı 80% dəqiqliklə proqnozlaşdırmağa imkan verib. Ölüm riski isə 84% dəqiqliklə müəyyən edilib. Alimlər bildirib ki, yuxu zamanı bədənin müxtəlif siqnalları arasında uyğunsuzluq ciddi problemlərin xəbərçisi ola bilər. Gələcəkdə modelə ağıllı geyilə bilən cihazlardan toplanan məlumatların da əlavə olunması planlaşdırılır. Qlobal səhiyyə diskussiyalarında isə 2026-cı ildə hansı xəstəliklərin daha çox olacağı haqqında müzakirələr gedir və beynəlxalq ekspertlərin çox maraqlı fikirləri var. İzləmədən öncə sosial şəbəkələrdən bizi izləyirsinizsə mütləq fikirlərinizi yazın. Sizcə 2026-cı ildə insanlar ən çox hansı xəstəliklərlə mübarizə aparacaqlar? Biz isə ekspertlərin rəylərinə baxaq. 2026-cı ildə qlobal səhiyyə sahəsində əsas gündəmi maliyyələşmənin azalması, kadr çatışmazlığı, süni intellektin sürətli inkişafı və iqlim dəyişikliyi formalaşdıracaq. Beynəlxalq ekspertlərin fikrincə beynəlxalq səhiyyə liderliyində dəyişikliklər və geosiyasi gərginliklər qlobal proqramların davamlılığı üçün ciddi risklər yaradır. Amerika Birləşmiş Ştatları və bəzi ölkələrin humanitar və inkişaf yardımlarını azaltması xüsusilə uşaq ölümü və yoluxucu xəstəliklərlə mübarizəyə mənfi təsir göstərir deyə Euronews.com yazır. Eyni zamanda süni intellekt diaqnostika, dərmanların hazırlanması və həkimlərin iş yükünün azaldılmasını əsas vasitəyə çevirir. Avropada biotexnologiyanın inkişafı, yeni vaksinlər və fövqəladə səhiyyə vəziyyətlərinə hazırlıq strateji prioritet sayılır. Bununla yanaşı səhiyyə sistemləri artan tələbat və yaşlanan əhali fonunda həkim və tibb bacısı çatışmazlığı ilə üz-üzədir. İqlim dəyişikliyi də sağlamlıq üçün yeni təhlükələr yaradır. Yoluxucu xəstəliklərin yayılması, çirklənmə və biomüxtəlifliyin azalması riskləri artır. Ekspertlər 2026-cı ildə sağlamlıq siyasətində iqlim və ekoloji yanaşmaların mərkəzdə olmalı olduğunu vurğulayıb. Bundan əlavə gender bərabərsizliyi, cinsi yolla ötürülən infeksiyalar və antibiotiklərə davamlılıq kimi mövzuların da qlobal gündəmdə daha çox yer alacağı gözlənilir deyə məlumatda bildirilir.
Artıq qan analizi ilə Alzheimer xəstəliyindən əziyyət çəkib çəkməyəcəyiniz öncədən proqnozlaşdırıla bilər. Necəsini isə bizə Kəmalə Osmanova izah eləyəcək. Qan analizi ilə Alzheimerin erkən aşkarlanması mümkündür. Yeni Ümum Avropa tədqiqatı göstərib ki, barmaq ucundan götürülən sadə qan analizi Alzheimer xəstəliyinin erkən mərhələdə aşkarlanmasına kömək eləyir. Hazırda klinik istifadəyə hazır olmayan bu üsul gələcəkdə insanların ev şəraitində qan nümunəsi götürərək laboratoriyaya göndərməsinə imkan yarada və diaqnostikaya çıxışı xeyli asanlaşdıra bilər. Banner Health İnstitutu və Exeter Universitetinin birgə apardığı araşdırmada Danimarka, İtaliya, İspaniya, İsveç və Böyük Britaniyadan 337 iştirakçı yer alıb. Tədqiqatda sağlam şəxslər, yüngül idrak pozuntusu və demensiyası olan xəstələr, həmçinin yüksək genetik riskə malik Down sindromlu böyüklər iştirak edib. Barmaqdan götürülən bir neçə damcı qan qurudularaq xüsusi kartlarda saxlanılıb və nəticələr standart qan və onurğa beyni müayinəsi analizləri ilə müqayisə olunub. Nature Medicine jurnalında dərc olunan nəticələrə görə əsas biomarkerlər ənənəvi üsullarla yüksək uyğunluq göstərib və xəstəliyə bağlı dəyişikliklər 86% dəqiqliklə müəyyən edilib. ChatGPT isə Health adlı yeni proqramını istifadəyə verir. Deyilənə görə bu, süni intellektlə hazırlanan sistem gələcəkdə həkimlərin yaxın köməkçisi olacaq. Bəli, texnologiya yavaş-yavaş bütün peşələri fəth etməyə davam edir. Süni intellekt həkim köməkçisi olur. OpenAI ChatGPT Health adlı xüsusi funksiyanı istifadəyə verib. Bu yeni alət istifadəçilərin tibbi məlumatlarını, o cümlədən elektron sağlamlıq kartlarını və MyFitnessPay kimi sağlamlıq tətbiqlərini birləşdirərək fərdiləşdirilmiş məsləhətlər təqdim etməyə imkan verir. Şirkət bildirib ki, bu xidmət həkimlərin yerinə keçmir. Sadəcə sağlamlıq vəziyyətini izləməyə və tibbi görüşlərə hazırlaşmağa kömək eləyir. ChatGPT Health ayrı tətbiq kimi işləyir və tibbi məlumatlar digər söhbətlərdən ayrılır, istifadəçilər istədikdə məlumatları yoxlaya və silə bilər. Funksiya qida, məşq, analiz nəticələrinin şərhi və sığorta seçimləri ilə bağlı məsləhətlər təqdim edir. Əvvəlcə Amerika Birləşmiş Ştatlarında tətbiq olunacaq. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.